Son dövrlərdə kişilərdə cinsi zəifliyin əsas səbəbləri nədir? Cinsi zəifliklə son vaxtlar çox müraciət edirlər. Mən özü də fikir vermişəm, bu yaş, yəni ki, cavanlaşıbdır. Yəni qabaqlar məsələn 50 plus da 60-70 yaşında insanlar müraciət edirlərsə, indi mənim 25 yaşında da pasiyentim var. Hətta 20 yaşında da müraciət edib ki, məndə belə bir problem yaranıbdır. Yəni ki, indi bizdə tez ailə quran insanlar da olur. Onlarda da müşahidə olunur bu. Yəni bu cavanlaşıbdır bu xəstəlik. Bu da ondan irəli gəlir ki, bu adamlar məsəl üçün hər hansı bir prostat vəzində iltihabi proses olur, onu müalicə eləmirlər, qalır xroniki formaya keçir. Bu bir hal ola bilər. İkinci hal odur ki, məsəl üçün uzun müddətli cinsi infeksiya yoluxur, yaxşı düzgün müalicə almır, yarımçıq müalicə alır, sona çatdırmır. Digər əsas məsələ psixogen faktordur. Yəni ki, nevrogen faktor. Yəni ki, əsas əhəmiyyət kəsb edir və insanlar o partnyorla münasibətdə olan problemlə əlaqədar onlarda cinsi zəiflik yaranır və yaxud onun məsəl üçün belə deyək də problemini həll edə bilmir. Hər hansı bir problemini və arada münaqişə yaranır. Və yaxud da ki, onun cinsi istəyi ilə bunun cinsi istəyi üst-üstə düşmür. Yəni aktiv belə deyək də passiv məsələsi. Bu o demək deyil ki, belə deyək də kişilərin hamısı onlarda cinsi funksiya hamısında eynidir. Yox. Nətər ki, məsəl üçün boy fərqi var, nətər ki, rəng fərqi var, nətər ki, insanların biri belə deyək də daha çox meylli ola bilər cinsi fəaliyyətə, digəri üçün amma bu norma deyilən bir şey var da. Biri üçün əgər həftədə bir dəfə cinsi əlaqədə olmaq normadırsa, digər üçün bu 2 gündə bir, hər gün ola bilər. Və burada qarşı tərəf, yəni ki, də eyni ilə cinsi funksiyaları ondan üst-üstə düşməyə bilər. Nəticədə əməli narazılıq yarana bilər.